Salam, hər vaxtınız xeyir olsun değerli dostlar. Hər birinizi xoş gördük. Bugün içimizdə tamam fərqli bir sevinç, fərqli bir həyəcan var. Axşamın bu gözəl vədəsində Bakıdan çıxırıq yola. İstiqamətimiz Qarabağdır, Şərqi Zəngəzurdur. İnanın bu yollara hər dəfə çıxanda insan elə bil ilk dəfə gedir. O tərəflərin havası, dağları, hər qarış torpağının adamda oyatdığı hisslər tam fərqlidir. Bu səfərdə hər zaman olduğu kimi addım-addım hər anı birlikdə yaşayacağıq. Çox gözəl yerlərə baş çəkəcəyik. Görülən işləri, o dağların, o yolların gözəlliyini birlikdə görəcəyik. Yolumuz uzundur, amma bilirəm ki, bu səfər hər biriniz üçün çox maraqlı və doğma olacaq. Sizinlə birlikdə bu yola çıxmaq mənə daha çox güc verir. Elə isə yolumuz açıq olsun, xeyirli uğurlu olsun. Başladıq səfərimizə. Bəli dostlar, artıq mənzil başına çatmışıq. Hazırda Qarabağın ən füsunkar güşələrindən birində Hadrutdayıq. Bura gələn kimi insanı ilk qarşılayan bu möhtəşəm təbiət və ruhu dincəldən su səsidir. Bir baxın bu qədim çınar ağacına. Görəsən bu nəhəng ağac neçə yüz ildir buradadır. Kim bilir nələrə şahidlik edib. Altındakı bu bulağın suyu elə təmiz, elə durudur ki, sanki buraların bütün saflığını özündə birləşdirir. İnsan bu gözəlliyin qarşısında sakitcə dayanıb sadəcə tamaşa etmək istəyir. Təbiətin bu toxunulmazlığı, bu huzuru adama hər şeyi unutturur. Mən bura gəldim, bu gözəlliyi gördüm və dərhal sizinlə də bölüşmək istədim. Çox maraqlıdır, aranızda Hadrutda olanlar varmı? Və bunları məndən yaxşı bilənlər yəqin ki çoxdur. Bu çınar ağacının neçə yaşı olduğunu və ya bu bulağın adını bilən varsa, mütləq şərhlərdə yazın, birlikdə öyrənək. Söhbətimizi də elə orada davam edərik. Böyük Britaniyanın Champion Taylor Memarlıq Bürosu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Cəbrayılın bərpası üzrə baş planı hazırlayıb. Cəbrayıl şəhərinin baş planı innovativ şəhərsalma həllərini regionun tarixi irsinə və təbii landşaftına hörmətlə birləşdirən, yaşayış üçün müasir, dayanaqlı və rahat bir şəhər konsepsiyasını təqdim edir. Layihə təxminən 470 hektar sahəni əhatə edir və şəhər əhalisinin təxminən 15 min nəfərə çatacağı 2040-cı ilə qədər mərhələli inkişaf üçün nəzərdə tutulub. Master planının əsasını yaşayış məhəllələrinin, ictimai məkanların, təhsil müəssisələrinin, tibb obyektlərinin, mədəniyyət mərkəzlərinin və istirahət zonalarının piyada məsafəsində yerləşdiyi kompakt şəhər mühitinin yaradılması ideyası təşkil edir. Rahat şəhər mühitinin formalaşdırılmasına xüsusi diqqət yetirilib. Mərkəzi meydan Cəbrayılın ictimai ürəyinə çevriləcək. Parkların, yaşıl bulvarın, piyada və velosiped marşrutlarının şaxələnmiş şəbəkəsi isə yüksək həyat keyfiyyətini təmin edəcək. Layihədə həmçinin məktəblərin, uşaq bağçalarının, xəstəxananın, teatrın, muzeylərin, məscidin, idman komplekslərinin və müasir kommersiya məkanlarının tikintisi nəzərdə tutulur. Champion Taylor konsepsiyası dayanıqlı inkişaf, səmərəli enerji və təbii resurslardan rasional istifadə prinsiplərinə əsaslanır. Memarlıq həlləri ətraf mühitin landşaftına üzvü şəkildə inteqrasiya olunub. Şəhərin planlaşdırma strukturu isə gələcək nəsillər üçün təhlükəsiz, ekoloji təmiz və rahat mühitin yaradılmasına yönəlib. Baxdıqca insanın ürəyi dağa dönür. Doğma Xankəndimizin yenilənən, geniş və 4 zolaqlı əsas küçələri ilə irəliləyirik. Şəhərin hər bir güşəsində aparılan geniş miqyaslı infrastruktur işləri, müasir işıqlandırma dirəkləri və yol kənarındakı bu səliqəli yaşıllıqlar Xankəndinin yeni simasını gözlər önünə sərir. Hər tərəfdə hiss olunan bu nizam və təmizlik şəhərin necə böyük bir sevgi ilə qurulduğunun sübutudur.
Şəhərin mərkəzinə doğru irəlilədikcə Xankəndinin gündəlik ritmini daha aydın görürük. Küçələrdə işıqforlar nizamla işləyir, avtomobillərin və piyadaların təhlükəsiz hərəkəti təmin olunub. Budur, sağ tərəfdə şəhərin ən yeni və müasir alış-veriş mərkəzlərindən biri və yanındakı yeni yaşayış obyektləri görünür. Sakinlərin və qonaqların rahatlığı üçün hər bir detal addım-addım düşünülüb. Şəhərdə artıq tam fərqli müasir bir Avropa şəhəri abu-havası var. Xankəndiyə bərəkət yağır. Təbiətin bu gözəl sürprizi şəhərə xüsusi bir gözəllik qatır. Yağışın yuyub təmizlədiyi bu geniş səkilərdə Cənnət Bağı Qarabağ mətbəxi kimi yeni açılan müasir restoranların və kafelerin ətrafında gəzməyin dadı tam başqadır. Həm təbiət yenilənir, həm də yağış damlaları altında Xankəndinin bu mənzərəsi insana fərqli bir huzur bəxş edir. İnfrastruktur o qədər mükəmməl qurulub ki, yağışlı havada belə yollarda heç bir maneə yaranmır. Amma Xankəndinin əsl müasir və dinamik enerjisini görmək üçün mərkəzi meydandakı bu möhtəşəm izdihama baxmaq kifayətdir. Yağışa baxmayaraq meydana toplaşan yüzlərlə gəncin coşqusu, üzlərindəki o sonsuz sevinç və təbəssüm Xankəndinin bu gününü və gələcəyini simvolizə edir. Səhnədə tanınmış DJ öz performansı ilə gəncləri coşdurur. Xankəndi artıq sadəcə bərpa olunan yox, həm də gənclik enerjisinin, böyük mədəniyyətinin və festivallarının və musiqinin ürəyinə çevrilən, canlı yaşayan bir şəhərdir. Bəzən elə anlar olur ki, sadəcə susub, təbiətin və tarixin vəhdətini izləmək istəyirsən. Mədəniyyət paytaxtımız, qürur yerimiz Şuşadayıq. Şuşaya bərəkət yağır. Bu yağışlı, amma bir o qədər də huzur verici havada şəhərin qədim küçələrindən keçirik. Hər daşında, hər tinində bir tarix yatan bu şəhər sanki bugün yağışla birlikdə yenidən doğulur, yenidən nəfəs alır. İndi isə gəlin Şuşanın tamamilə yenilənən qədim və müasir arxitekturanın necə gözəl uzlaşdığı bu möhtəşəm küçələrə baxaq. O məşhur taxta eyvanlar, səliqəli və geniş səkilər, işıqlandırma sistemləri. Burada hər şey zövqlə Şuşanın əzəmətinə yaraşan şəkildə qurulub. Yağış bu daş küçələri yuduqca Şuşanın rəngləri daha da canlanır. Bu adi bir tikinti və ya bərpa deyil, bu Şuşanın yenidən dirçəlişidir. Baxdıqca qürur duymamaq mümkün deyil. Baxın bu gözəlliyə, Şuşanın o məşhur bulaqları, yaşıllıqlara bürünmüş parkları və təbii ki möhtəşəm yuxarı Gövhərağa məscidi. İnsan bu mənzərəyə baxdıqca həm keçmişi xatırlayır, həm də şəhərin necə sürətlə, necə böyük bir sevgi ilə bərpa olunduğunu görür. Şuşa artıq həm tarixi ruhunu qoruyur, həm də tamamilə yeni, abad bir dövrə qədəm qoyur.
Bura bir vaxtlar dağıdılmış, lakin bugün tam fərqli bir əzəmətlə yenidən doğulan Ağdamdır. Məhəllə-məhəllə uzalan modern yaşayış kompleksləri, ərazidə gecə-gündüz işləyən ağır texnikalar və kranlar şəhərin necə böyük bir sürətlə dirçəlişini göstərir. Ağdam hər gün biraz daha böyüyür. İşin real miqyasını sizə tam çatdırmaq üçün tikilməkdə olan binalardan birinin düz damına çıxdıq. Hər tərəf bünövrələr, dəmir beton konstruksiyalar və yeni layihələrlə əhatə olunub. Şəhərin infrastrukturu elə bir nizamla qurulur ki, hər gəlişimizdə fərqli bir yeniliyin şahidi oluruq. Və budur günün ən gözəl anı. Ağdamın yeni ucalan binaların arxasında batan o möhtəşəm günəş. Bu qürub mənzərəsi sadəcə bir günün sonu deyil. Ağdamın üzərində doğan tamamilə yeni və parlaq sabahın rəmzidir. Bu torpaqlara həyat, səs-küy və möhtəşəm gələcək geri qayıdır. Bu mənzərələr adamı heyran edir. Ağdərənin Heyvalı kəndindəyik. Hər tərəf yamyaşıl meşələr, uca dağlar. Uzaqdan parıldayan o su anbarı da bura ayrı bir yaraşıq verir. İnsan bu yerləri seyr etməkdən doymur. Kəndin içinə doğru irəlilədikcə adamın ürəyi açılır. Yamaclara səpələnmiş evlər, təmiz dağ havası və əsl kənd mühiti. Sanki buralarda vaxt dayanıb, hər tərəf elə sakit, elə doğmadır ki. Kameranı o biri tərəfə çevirirəm ki, dağların əzəmətini siz də tam görəsiniz. Bu yerləri qarış-qarış gəzmək, bu gözəllikləri də sizə çatdırmaq mənə böyük zövq verir. Bizim Qarabağın hər kəndi, hər gölşəsi həqiqətən də birincidir.
Yenə yollardayıq. Bu uca dağların, dumanlı zirvələrin qoynunda irəlilədikcə adamın ruhu dincəlir. Yamazlara səpələnmiş bu qəşəng evlər, təmiz hava, Laçının hər döngəsi insanı bir başqa cür heyran edir. Təbiət öz axarındadır, hər tərəf canlanır, çiçəklər açır. Yol kənarındakı bu sərin bulaqlardan su içmək buraların əvəz olunmaz zövqüdür. Uzaqdan dalğalanan üçrəngli bayrağımızsa bu uca dağlara, bu qəhrəman torpaqlara elə bir yaraşıq verir ki, qürur duymamaq əldə deyil. Baxın, bu mənzərə meydançasından görünən mənzərəyə adam sadəcə saatlarla tamaşa edə bilər. Buludlar sanki dağların zirvəsinə toxunur. Laçının yenidən qurulan, abadlaşan kəndlərini, qırmızı damlı nizamlı evlərini gördükcə insan ürəyi dağa dönür. Buralar sanki yenidən doğulur. Məşhur Minkənd isti suyu yerdən necə böyük təzyiqlə fəvvarə vuraraq çıxır. Bu torpaqların hər qarışı bir xəzinədir, hər bulağı bir şəfadır. Nağdal kəndinə gəlmişik. Otların içindəki bu göbələklərin böyüklüyünə bir baxın. Təbiətin bərəkəti özünü hər addımda göstərir. Dağların dumanlı mənzərəsi isə adamı nağıllar aləminə aparır. Bura isə Ələkçi kəndidir. Şırıl-şırıl axan çay, yaşıl yamazlarda otlayan sürülər və təbii kənd həyatı. Çadır qurub təsərrüfatla məşğul olan həm yerlilərimizin bu səmimi mühiti insanı çox keçmişə aparır. Laçınımızın hər güşəsi həqiqətən də bir cənnətdir. Zəngilandayıq. Bu torpaqları bizə vətən edən qəhrəman şəhidlərimizin xatirəsi hər addımda qarşımıza çıxır. Xudayarın, Məhəmmədin və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların sayəsində bugün buraları sərbəst gəzmək mümkündür. Başımızı yuxarı qaldıranda isə Zəngilanın bu möhtəşəm, sıldırım qayalı dağları insanı heyran edir. Diqqətlə baxsanız, dağın tam ortasında böyük bir mağara da görünür. Təbiət buraları elə bil nağıllardakı kimi bəzəyib. Dağların ətəyindən sıx meşəliyə doğru düşürük. Ağacların kölgəsində, daşların arası ilə şırıl-şırıl axan bu çay buralara ayrı bir canlılıq qatır. Suyun səsi, meşənin sərinliyi adamı dincəldir. Həqiqətən də Zəngilanın hər güşəsi gözəldir.
Bəli əziz dostlar, bugün Qarabağımızın, Şərqi Zəngəzurumuzun bir neçə fərqli güşəsini birlikdə gəzdik. Xankəndinin o dinamik gənclik enerjisindən tutmuş, Şuşanın yağışlı tarixi küçələrinə, Ağdamda ucalan yeni binalardan, Ağdərənin, Laçının, Zəngilanın o füsunkar, bərəkətli təbiətinə qədər hər qarışa addım-addım sənədləşdirdik. Bu torpaqlara hər gəlişimizdə bir daha şahid oluruq ki, buralar sadəcə bərpa olunmur, buralar yenidən doğulur, canlanır. Şəhidlərimizin qanı, canı bahasına başa gələn bu azadlıq və quruculuq hər birimiz üçün böyük qürurdur. Bu gözəllikləri, bu surətli dəyişikliyi yaddaşa köçürmək və sizə çatdırmaq mənim üçün sadəcə bir iş deyil, mənəvi bir borcdur. Bu videoların daha çox insana çatması, doğma yurdumuzun səsini daha geniş auditoriyaya duyurmaq üçün sizin mənəvi dəstəyiniz çox önəmlidir. Bilirsiniz ki, YouTube platformasının öz qaydaları, öz alqoritmləri var. Əgər siz videonu bəyənməsəniz, rəy yazmasanız və kanala abunə olmasanız, platforma bu videoları önə çıxarmır. Yəni bizim bu çətin şəraitdə, dağlarda, yollarda etdiyimiz çəkilişlər sadəcə elə buracada qalır. YouTube-da fəaliyyətimizi davam etdirməyin, yeni kadrları gətirməyin başqa heç bir yolu yoxdur. Yalnız və yalnız sizin fəallığınız sayəsində biz irəli gedə bilərik. Sizin bir neçə saniyəlik bəyənməniz bəlkə də minlərlə yeni insanın bu görüntüləri görməsinə vəsilə olur. Ona görə də hələ də abunə olmamısınızsa, mütləq aşağıdan kanala abunə olun və videonu bəyənməyi unutmayın. Zəng işarəsini də aktiv edin ki, yaxın günlərdə gələcək tam fərqli, ən yeni və maraqlı videolardan ilk siz xəbərdar olasınız. Qarabağdan yeni çəkilişlər, fərqli rayonlarımızdan heç yerdə görmədiyiniz kadrlar yoldadır. Fəal olun ki, onları qaçırmayasınız. Hələlik bu qədər. Zaman ayırıb izlədiyiniz üçün hər birinizə ürəkdən təşəkkür edirəm. Növbəti videolarda doğma yurdumuzun yeni bir güşəsində görüşənədək özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.